Deyirsən başqa maddənin təsiri altındasan. Mən artıq bir şey danışmıram. Sizə dedim sabahlarım saat 7-yə yarısı yaxınlaşıb. Sən bir şey deyim. Onda dava aparırsınız. Mən səndən dava aparmıram. Mən səni hədələməmişim. Siz Azərbaycan Respublikasının prezidentini söylürsünüz. Necə bayrağı söylürsünüz? Problem yoxdur. Sabahlarım. Çox sağ ol. Hamısının səsini yazıram mən bayaqdan səndən danışdıqca. Əhmədov Elnur Mirəlioğlu. Bir neçə gün əvvəl Kanal 21-ə müsahibə vermişdim başıma gələn hadisə ilə bağlı. Bu günləri gəlmişəm ki, sizdən xahiş edirəm ki, mənim əlimdə olan bütün faktla, sübutla, səs yazılarını ictimaiyyətə təqdim edəsiniz. Cənab Prezidentimiz görsün ki, Cənab Prezidentimiz İlham Əliyev görsün ki, bu qədər qanunsuzluğa Nərimanov rayon polis idarəsi baş müstəntiq İlkin İmanov və Nərimanov rayon prokurorluğu Sədərək bazarının yiyəsinin oğlu İlkin və İlham Safir Şallıq Sarayın yiyələri. Bunlar deyirlər ki, dövləti biz idarə edirik. Cənab Prezidentimiz, bunlar özün sizin yerinizdə görürlər. Cənab Prezidentimiz, bununla bağlı sizdən xahiş edirəm ki, bir göstəriş verəsiniz, bir tapşırıqlar verəsiniz. Nərimanov rayon polis idarəsinin baş müstəntiq İlkin İmanov özün kral sayır. Cəmaatı şərləyərək əlimdə olan faktdan, sübutdan, səs yazıdan təqdim edəcəm. Zəng eləyib məlumat istəyən kimi deyir səni bayrağına sörsən, Cənab Prezidentə sörsən. Bəli, bununla bağlı hər bir sübutum var, faktım var. Hamısı mətbuata təqdim edəcəm. Cənab Prezident, xahiş edirəm ki, bunlar məni ölüm həddinə çatdırıblar. Canımdan bezmişəm bunların əlinə. Evimə baskın ediblər, maşınımı bıçaqla deşiblər, silahla ateş ediblər. Bir neçə dəfə dalımca düşüb məni öldürmək istəyiblər. Bununla bağlı təəssüflər olsun ki, heç bir nəticə vermir. Hər yerə şikayət eləsə də heç bir nəticə yoxdur. Sədərək bazarının adı gəldikdə Sədərək bazarı bütün qanun bunlarınkidir bilmirik. Qanun bunların əlindədir bilmirik. Sədərək bazarının adı var deyə heç kim bu işə baxmır. Xahiş edirəm Cənab Prezident. Bununla bağlı bir göstəriş verəsiniz. Ümidimiz sizədir. İmdad edin bizə. Bizə kömək olun. Mən ölüm həddindəyəm. Canımdan bezmişəm Cənab Prezident. Bunlar bir sahibkar olaraq məni məhv ediblər. Evimi, maşınımı satdırıblar. Xahiş edirəm Cənab Prezidentimiz, bizə kömək olasınız. Ümidimiz təksizsiniz. Xahiş edirəm bizə yardım edin bununla bağlı. Canım boğazımdadır Cənab Prezident. Bu bortda faktı, sübutu hamısına göz yumurlar. Hala təqdim edirəm hamısını yuxarılara belə içindən faktları, sübutları hamısını gizlədirlər. Mən əminəm ki, bunları səs yazılarını gizlədirlər. Faktı vermişəm, sübutu və bununla bağlı bütün video görüntünü, səs yazılarımı təqdim edəcəm sizə. Xahiş edirəm, ictimaiyyətə verin. Cənab Prezidentimiz, bizim ümidimiz onadır. Bizə kömək olar bu işdən bağlı. Cənab Prezidentimiz, dəfələrlə Cənab Nazir Vilayət Evyazın qəbulunda olmuşam. Göstəriş versə də təəssüflər olsun ki, onun göstərişinə əsasən heç birisini icra etməyiblər. Sadəcə əksinə mənim evimə hücum edirlər, mənim ölümlə hədələyirlər, mən ölüm həddinə çatmışam. Xahiş edirəm, bəlkə siz eşitələr, mənə bir dəstək olun, bir kömək olun. Bir Azərbaycan vətəndaşı kimi sizdən imdad istəyirəm, sizdən kömək istəyirəm ki, mənim bu işimlə bağlı bir göstəriş verilsin. Bu iş nəzarətə götürsün. Nərimanov rayon polis idarəsindən, Nərimanov rayon prokurorundan bu işə alınsın. Xahiş edirəm Cənab Prezidentimiz sizdən. Mənim canım boğazımdadır Cənab Prezidentimiz. Ölüm həddinə çatmışam. Siz başqa maddələrin təsiri altındasınız. Mən analiz vermişəm. Canım mənim analiz vermişəm. Mən də dedim ki, biz analizi təkrar verdilər sizə. Deyirəm ki, sizə dedim ki... Neynəyərsən, təkrar verdirib pozitiv çıxartdırarsan? Hə? Nəsə, artıq danışma telefonda. Sən deyəsən o müddətdə problemi axtarırsan özvə. Yox, problemi sən axtarırsan ki, durub vətəndaşla gör nələr danışırsan. Deyirsən başqa maddənin təsiri altındasan. Mən artıq bir şey danışmıram. Sizə dedim sabahlarım saat 7-yə yarısı yaxınlaşıb. Sən bir şey deyim. Onda dava aparırsınız. Mən səndən dava aparmıram. Mən səni hədələməmişim. Siz Azərbaycan Respublikasının prezidentini söylürsünüz. Necə bayrağı söylürsünüz? Problem yoxdur. Sabahlarım. Çox sağ ol. Hamısının səsini yazıram mən bayaqdan səndən danışdıqca. Heç nə yoxdur, əsas əməliyyatçılardır. O 21 o silah atmağına baxmısan da yəqin dedin görsənmir. Ölçəsiz şey var amma onu baxsalar o sarıcıqlar haradan gəlir adam, haradan gəlir gedir. Baxmısan da mən yalan demirəm ki qardaş o silah məsələsi. Yox, sən yalan demirsən. Mən yalandan niyə deyim sənin qadanam? Mən nə yalandan... Maşın zımağa da baxdın, maşın zımağında adam görsəndi, hər yerdən keçir o. Yəni mən yalandan, Moskretdə baxmısan da sən balacanın özün. Var, hamısı var, hər şey var. Suriye silah işi görsünlər, hər dənə qoxuşlar, narkotikdən başına hamısını görürlər. Bizim məsələn, denən ki, Amerikada belə bir şey var, Amerikada məsələni həll edərsin. Denən Kitayda belə bir məsələ var, Kitayda məsələni həll edərsin. Dünyanın hər yerində var. Allah'ın doğrusu bu Zelensky işləyə bilmiş. Yəni biri burada qatsın Amerika'dan açmaq var. Salam, Rahmet.
Tərsən keyfli arvadıcıdır. Həminki axşam sənə dedim də, yazını yazmasınız ki, verdiyimiz borc geri qaytarıldı. Onlar da pul verirlər. Pul hazırdır, nə vaxt istəsən görüşək, yazını yazgılan ki, verdiyim borc geri qaytarıldı, gedək götürək yerim.